Salam əziz izləyicilər, bugün sizlərə İsmail rayonunun Cülyan kəndində yerləşən bir evimizi tanıdacağıq. Gördüyünüz kimi basenli bir evdir. Hovuzda filtr də var. Bura evimizdir, 2 mərtəbəli bir ev. Dağdan məsafəsi olduqca azdır. Düz dağın ətəyində yerləşir. Burada maşın saxlamaq üçün yer var. Yenə evin arxa tərəfində dağ mənzərəsi, evin bağı və tam çay kənarı bir yerdə yerləşir. Burada Cülyan çay. Bağda manqal, şiş, samavar, belə ləvazimatlar var. Burada stol və uşaqların əylənməsi üçün bir yer. İndi evin içərisini göstərəcəm. Ev 2 mərtəbəlidir. 3 otaq, 1 zal. Bura 1 otaq. Bura evin zalıdır. Televizor, xaladenlik. Amerikan mətbəx tipində. Evdə həmçinin kombi sistem də var. Su, qaz, işıq daimidir. Hər cür qapqacaq da var burada. Birinci mərtəbədəki sanitar qovşağı göstərəcəm indi. İndi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə 2 otaq var. Bura 1 otaq. Evin təmizliyinə söz ola bilməz. Bu isə bir digər otağımız. Ümumilikdə 11 nəfərin rahatlıqla yerləşə biləcəyi bir evdir. İkinci mərtəbədəki sanitar qovşaq. Və burada evin balkonundan açılan mənzərə. Dağ meşə mənzərəsi və evin basenisi. Sifariş etmək istəyənlər bizimlə əlaqə saxlaya bilər.